أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والصلاة والسلام على خير خلقنا نبينا محمد وآله الطيبين الطاهرين. قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. إن أول بيت وضع للناس للذي ببكة مباركا وهدى للعالمين. Sadaqallahul aliyyul azim. Əziz və dəyərli möminlər, ilk öncə özümü, sonra sizləri ilahi təqvaya dəvət edirəm. Allah Teala bu mübarək cümə günün hər birimizə xeyirli, bərəkətli etsin inşallah. Bir mübarək günlərdir, müqəddəs günlərdir. Ən əzəmətli ibadətlərdən biri həcc ziyarətidir. Həccin səfərinin başladığı vaxtlardır. Allah Teala arzusunda olan hər bir kəsə nəsib etsin inşallah. Çünki həcc ziyarəti dinimizin zərurətlərindən, dinimizin əsaslarından, dinimizin vacibi ibadətlərindən biridir. Həcc ziyarəti namaz kimi, oruç kimi, xumus kimi insanın Allah tərəfindən boynuna vacib edildiyi bir əməldir. Təbii ki, həcc ziyarətinin digər əməllərdən, ibadətlərdən fərqi odur ki, Allah Teala imkanı olan şəxslərə həcci vacib edib. Maddi, fiziki imkanı olan şəxslərə Allah Teala həcci ömürdə bir dəfə vacib edir. Sonra növbəti dəfələrdə ikinci, üçüncü və yaxud da dördüncü, neçəniz dəfə olarsa onlar müstəhəbdir, savabı var. Lakin Allah Teala bir dəfə ömürdə imkanı olan hər bir kəsə həcc ziyarətini vacib edir. Və həcc ziyarəti o qədər mühüm məsələlərdəndir ki, Əhl-i Beyt hədislərində qeyd olunur. Həcc dinin möhkəmlənməsi və qorunması üçün zəruri məsələlərdəndir. Həcc müsəlmanların ildə bir dəfə bir yerə yığışması və Allahın huzurunda toplaşması bu vacibi ayinlərdən biridir. Həcc əməli Allahın Quran-ı Kərimdə bizlərə vacib etdiyi bir əmirdir. Quran-ı Kərimdə xüsusi Həcc surəsi vardır. Həccə vacib edən, əmr edən çox saylı hədislər, ayətlər vardır. Bir həcc bizim üzümüzü tutduğumuz, hər namazda üzümüzü tutub namaz qıldığımız Kəbəyə getmək, onun ətrafında təvaf etmək, Minada qurban kəsmək, Səfa və Mərvə arasında səy etmək, bu əməllərdən ibarətdir və həcc bizim müsəlmanların qibləsidir. O elə bir yerdir ki, Allah Teala Quran-ı Kərimdə oranın ilk Allahın tikildiyi evi adlandırır. Allah Teala Quran-ı Kərimdə buyurur: "Əntum əşəddu xalqan əmis-səma'u bənəhə." Ey insan, sənin yaranman daha çətindir, yoxsa səmaların? Allah Teala müşriklərə, kafirlərə müraciət edərək xitab edir. Sənin yaranman daha çətindir, yoxsa səmanın? Buyurur: "Rafa'a samkəhə fəsəvvahə." Allah o səmanın qübbəsini yaratdı və ona nizam verdi. Və a'təşə leyləhə və axraca duhəhə. Allah Teala gündüzü işıqlı, gecəni isə qaranlıq etdi. Və l-arda ba'də zəlikə dahəhə. Sonra isə Allah Teala yeri döşədi. Zilqədə ayının biri 25-i dəhvul ərz adlandırılır. Yəni yer kürəsinin döşəndiyi gün, yer kürəsində ilk quru torpağın aşkar olduğu gün Allah Teala buyurur: "Vəl arda ba'də zəlikə dahəhə." Allah Teala bütün bunlardan sonra yer üzərini döşədi. Yer üzərində ilk quru torpağın aşkar olduğu Zilqədə ayının 25-i və eyni zamanda mübarək, müqəddəs Kəbənin altından olub. Kəbənin yeri tikildiyi yer ilk aşkara çıxan torpaq olub. Və Allah Teala da oranı Quran-ı Kərimdə qeyd edib və sonra isə buyurur: "Axraca minhə ma'əhə və mər'əhə." Sonra Allah Teala yeri döşədikdən sonra oradan suyunu və otlağını çıxartdı
vəl-cibələ ərsəhə və o yeri sizin ayağınızın altında taraz saxlamaq üçün dağlar orada möhkəmləndirdi. Və bilirik ki, yer kürəsində ilk quru torpaq Kəbə, dünyanın mərkəzi olan Kəbə oldu və Allah Teala oranı da adlandırır, buyurur: İnnə əvvələ beytin vudiə linnəs lilləzi bi Bəkkə. Yer üzərində ilk tikilən Allahın evi Məkkədir. Yəni yer kürəsində tövhidin binası, tövhid üçün tikilən ilk ev Kəbədir, hansı ki bugün həclər ora üst tutur və orada ibadətlər, itaətlər edir və biz də bugünkü günümüzdə dünyanın harasında olsaq yer üzərində ilk tikilən Allahın evinə üzümüzü tuturuq. Təbii tarixdə, Quran-ı Kərimdə də biz oxuyuruq ki, Allah Teala Adəm əleyhissalam cənnətdən çıxandan sonra istər həqiqi cənnət olsun, istər yer üzərindəki bağçadan olsun, fərq etməz. Adəm əleyhissalam yer üzərinə gələndən sonra dedi: Ya Rabbim, səmada Beytul Məmurda mələklər o Beytul Məmurun ətrafında təvaf edib sənə ibadət edirdilər. Bəs yer üzərində biz necə ibadət edək? Allah Teala Adəm Peyğəmbərə Cəbrail əleyhissalamı göndərdi və nişanə qoydu. Bugünkü günümüzdə o Kəbənin yerində Adəm əleyhissalama Cəbrail əleyhissalam bir nişanə qoydu. Adəm Peyğəmbər ilk evin, Kəbənin binövrəsini qoydu. Yəni Kəbə evini ilk yaranmış insan Adəm əleyhissalam tikdi. Adəm əleyhissalam Kəbə evini tikəndən sonra onun üstündən illər keçdi və onu yağış, külək və bu nəticədə aradan getmişdi. Sonra isə tövhidin atası adlanan İbrahim Peyğəmbər İsmail Peyğəmbərlə oğlu ilə o Kəbə evini yenidən inşa etdi. Tikən əsasını qoyan Adəm Peyğəmbər Allahın əmri ilə, amma onu isə qaldıran, inşa edən İbrahim Peyğəmbər oğlu İsmail oldu. Allah Teala bu haqda da Quran-ı Kərimdə xəbər verir: və iz yərfa'u İbrahimul qavaidə minəl beyti və İsmailu Rabbena təqabbel minnə innəkə entəs-səmiul alim. Bir zaman İbrahim İsmaillə Kəbəni təmir etdilər, inşa etdilər, qaldırdılar və bunu tikəndən sonra dedilər: Ya Rabbim, bunu bizdən qəbul et, həqiqətən sən hər şeyi eşidən və hər şeyi görənsən. İbrahim Peyğəmbərlə İsmail Peyğəmbər ikisi Kəbə evini yenidən bərpa etdilər. Sonra isə davamında İbrahim Peyğəmbərlə İsmail Peyğəmbər dedi: Rabbənə vəc'alnə muslimeynə ləkə və ərinə və min zurriyyətinə ümmətən muslimətən lək. Ya Rabbim, bizi sənə təslim olan qullardan qərar ver və bizim nəslimizdən gələnləri müsəlman et. Və ərinə mənasikənə və tub aleynə innəkə entət təvvabur rahim. Ya Rabbim, bu Kəbəni tikdik, onun ətrafında necə ibadət edəcəyimizi bizə öyrət. Görür, orada olanan bütün ibadətlər Allahın təlimatı ilə olan ibadətlərdir. İbrahim Peyğəmbərlə İsmail Peyğəmbər onu tikəndən sonra Allaha müraciət etdilər. Və ərinə mənasikənə, burada edəcəyimiz ibadətləri bizə göstər. Və tub aleynə innəkə entət təvvabur rahim. Ya Rabbim, bizim tövbələrimizi qəbul et, həqiqətən sən tövbələri qəbul edən və rəhimlisən. İbrahim Peyğəmbərlə İsmail Peyğəmbər bu cür dua etdilər və davamında dedilər: Rabbənə vəb'əs fihim rasulən minhum yatlu aleyhim ayatik və yuallimuhumul kitəbə vəl hikmə və yüzəkkihim innəkə entəl azizul həkim. Ya Rabbim, onların içərisində təbii ki, bilirik İbrahim Peyğəmbər oğlu İsmaili Ərəb qəbilələrindən olan bir Cürhum qəbiləsi ilə evləndirmişdi və buyurdu, dedi, onların içərisindən bizim bir Peyğəmbər seç. Onların içərisindən bir Peyğəmbər seç, sənin kitabını, hikməti onlara öyrətsin, onları paşlasın, təmizləsin, həqiqətən sən yenilməz güc, qüdrət sahibisən. Gör, İbrahim Peyğəmbər bu duanı edəndən sonra ora bütün insanları, Allah Quran-ı Kərimdə buyurur: və əzzin linnəsi fil həcc. Ya İbrahim, Kəbəni tikdin, Kəbəni tikmişsən, elə isə bütün insanları ora çağır, insanları həccə dəvət et. Ora çağır. İbrahim Peyğəmbər dedi: Ya Rabbim, mən insanları çağıraram, amma mənim səsim hər şeysə çatmayacaq. O zaman Allah Teala İbrahim Peyğəmbərə dedi: sən çağır, mən çatdıracağım.
İbrahim Peyğəmbər nida etdi, çağırdı. Hər kəsi Allahın evinə dəvət etdi. Allah Teala da o səsi bütün kainata çatdırdı. Bugün bütün dünyadan gedən insanlar deyir, Ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk. Ya Rabbim, İbrahimə əmr etdin, çağırdı bizi bu Kəbəni təvaf etməyə. Biz İbrahimin dəvətinə ləbbeyk deyirik. Ya Rabbim, sənin şərikin yoxdur. Sən bizə zərr aləmində bizdən şahidlik aldın dilimizdən. Dedin ki, mən sizin Rəbbiniz deyiləmmi? Hamımız dedik, bəli, sən bizim Rəbbimizsən ya Rab. Bugün biz sənin şərikin olmadığına da şəhadət veririk ki, sən tək, yeganə, yaradan, xaliqsən və bugün hamımız sənin huzuruna gəlirik. Və mübarək Kəbəyə üz tutan hər bir insan İbrahim Peyğəmbərin və İsmail Peyğəmbərin hadisəsini xatırlayır. Görür, o qədər Allah üçün təslimiyyət və fədakarlıq o qədər böyük bir məsələdir ki, həcdə olan əməllərin 90%-i İbrahim, İsmail və Hacər əleyhissalamın xatirəsidir. Allah Teala vəd verdi İbrahim Peyğəmbərə, öz oğlun qurban kəsəndə vəd verdi ki, sənin xatirəni əbədi yaşadacam. Çünki Allaha təslimiyyət və fədakarlıq Allah Teala onu əbədi saxlayır. Görür, Allah Teala buyurur, fihi ayətun bəyyinətun məqam İbrahim. Orada Kəbədə açıq-aşkar möcüzələr, dəlillər, nişanələr var. Onlardan da biri İbrahimin məqamıdır. İbrahimin ayaq yeridir. Orada dayanıb Kəbəni tikmişdi. Həcilər Kəbəni təvaf edəndən sonra İbrahimin dayandığı ayaq yerində dayanıb namaz qılırlar. Fihi ayətun bəyyinətun məqam İbrahim və mən dəxələhu kənə əminən və lillahi alənnəsi hiccil beyti mən istəta iləyhi səbilə. Hər bir kəsin boynunda Allahın vacibi əmri var. Əgər bacararsa həcc ziyarətini etməlidir. Həcc ziyarəti bilirik ki, müstəhəbbi bir əməl deyil. Allah deyir, insanların boynunda Allahın haqqıdır. İnsan həccə gedən zaman boynundakı Allahın haqqını icra edir. Və bu mübarək həccin əməllərindən də biri Səfa və Mərva arasında səy etməkdir. Allah Teala onu da Quran-ı Kərimdə xatırladır, buyurur, İnnəs-səfə vəl-mərvətə min şəairilləh fəmən həccəl-beytə avi'ətəmərə fələ cünəh aleyhi ən yəttəvəh bihimə. Həqiqətən Səfa və Mərva Allahın şüarlarındandır. Yəni iki dənə dağdır. Onun arasında Hacər əleyhissalam İsmail üçün su axtarmağa qaçırdı. 7 dəfə Səfa və Mərva arasında gəzib öz övladı üçün su axtaran zaman gördü ki, İsmail Peyğəmbərin ayağının altından Zəmzəm quyusu çıxdı, Zəmzəm suyu axdı. Bugün həcilər Hacər əleyhissalamın etdiyi əməli təkrarlayır. Səfa və Mərva arasında səy edir. Allah Quran-ı Kərimdə də bunu Səfa və Mərva dağlarını bunların arasında səy etməyi Allahın şüarlarından sayır. Və bilirik, həcc ziyarəti digər ibadətlər kimi əyyəmun məlumət, məlum günlərdədir. Necə namazın vaxtı var, namazın rükunları, rükətləri, sayları var. Görürsən ki, azandan namazın vaxtı girməzdən bir dəqiqə belə qabaq namaz qılsan, namazın batildir. Deyək ki, günorta namazı birin yarısıdırsa, 29 dəqiqə işləmiş namaz qılsa, o namaz qəbul deyil. Çünki vaxtı girməyib. Allah Quran-ı Kərimdə buyurur, həqiqətən namaz vaxtı bəlli olmuş bir ibadətdir. Ramazan ayında Allah Teala buyurur, əyyəmu mədudat, sayılı günlərdir. Onun digər bir gündə tutsun, o Ramazan orucu sayılmaz. Həmçinin Allah həcc haqqında da buyurur. Həcc müəyyən olunmuş günlərdir. Bu qurbanlıq vaxtında orada olub Minada qurban kəsən insan həcc vaxtı həmən vaxt sayılır. Digər vaxtda gedib Kəbəni ziyarət edərsən, ona ümrə deyilir. Yəni kiçik həcc deyilir. Kiçik həccdə istər böyük həcc olsun, istər kiçik həcc olsun, insan Allahın rızasını qazanmaq üçün, Allaha təslimiyyət göstərmək üçün o evi gedib ziyarət edərsə, dünyaya təzə gəlmiş uşaq kimi olar. Allah Teala yəni onun bütün günahlarını əff edər və günahsız oradan qaydar. Fərqi yoxdur, istər ümrə olsun, istər həcc olsun,
Hər ikisində Allah Teala bağışlanma vəd edir. Allahın ən böyük bağışlaması, ən böyük mükafatı bağışlanmadır. Və Quran-ı Kərimdə də Allah Teala bizlərə həm həcci, həm ümrəni qeyd edir. Görürsən, həcc vaxtı, yəni qurban vaxtı orada olan insanlar həcc mərasimi yerinə yetirir. Zilhiccə ayının 8-i tərviyə günü, 9-u qurban kəsmə günü, 10-u isə həmən o günlər ki var, 8-i, 9-u, 10-u, bu 3 gün ən mühüm günlərdəndir. Bu əsnada orada olan insanlar vacibi həcci, yəni böyük həcci yerinə yetirir. Allah Teala hər birimizə bu mübarək, müqəddəs ziyarəti nəsib etsin. Bu elə bir ziyarətdir ki, insanlar ora gedib Kəbə ətrafında təvaf edən zaman, Həzrət Əli əleyhissalam buyurur, insan Kəbəni təvaf edən zaman, adi vaxtda biz elə təsəvvür edirik ki, hələ dünyanın mərkəzində sən özünsən. Amma Kəbə ətrafında fırlanan zaman, təvaf edən zaman, dünyanın, həyatın, ruhunun mərkəzində Allahın olduğunu hiss edirsən. Görürsən, həccilər Kəbə ətrafında fırlananda saat əqrəbinin əksinə fırlanır. Yəni, insan sol tərəfi Kəbəyə düşür. İnsan qəlbi, Həzrət Peyğəmbərimiz buyurur, insanın qəlbi Allaha daha yaxın olsun. Allahın evinə daha yaxın olsun deyə saat əqrəbi kimi sağ tərəfimizlə yox, sol tərəfimizlə fırlanırıq, dövr edirik. Və bu insanın Allahın öz həyatının mərkəzində qoymasını göstərir. Və eyni zamanda həcc ziyarəti insana məşərül həramı, insan dünyadan köçəndən sonra məşərə ki yığılacaq hər bir kəs, bütün insanlar istər varlı olsun, istər kasıb olsun, eyni libasda Allahın huzurunda dayanır. Orada kasıb, varlı, yoxsul, ağ, qara fərq etmir. Hamı Allahın huzurunda eyni dərəcədə dayanır. Qiyamət gününün səhnəsini xatırladır insana ki, ya Rəbbim, necə həmən gün qiyamət günü يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Elə bir gün ki, o zaman nə insanın övladı, nə malı, nə dövləti insana fayda verməyəcək, yalnız və yalnız sağlam qəlblə gətirdiyi imanı ona fayda verəcək. İnsana həmən məşərül haram, həmən o insanlar, həccilər hamısı ağ libasda Kəbənin ətrafında dövr edəndə o zaman məhşəri insanlar xatırlayır. Necə Quran-ı Kərimdə Allah Teala buyurur, həmən gün qiyamət günü insanlar səpələnmiş kəpənəklər kimi olacaqlar. Hərə bir tərəfə qaçacaq, hamı öz başının hayında olacaq. Ana öz övladına yaxın durmayacaq. Hamilə qadın öz övladın bətrindən atacaq. Süd verən ana qucağındakı uşağı tullayacaq. O zaman hər kəs, Quran-ı Kərim deyir, وَتَرَى النَّاسَ سُكَارَ وَمَا هُمْ بِسُكَارَ وَلَكِنْ عَذَابَ اللّٰهِ شَدِيدٌ. O zaman insanları sərxoş görərsən, lakin onlar sərxoş deyil, lakin Allahın əzabı şiddətlidir. O insan, həccə gedən insan məhşəri xatırlayır ki, ya Rəbbim, bugün əlimdə heç bir şey yoxdur, ağ kəfənlə gəlmişəm, qiyamət günü də məhşərə bu cür ağ kəfənlə gələcəm. Odur ki, insan orada yalnız və yalnız istəyə biləcəyi ilahi məğfirətdir. Allahdan bağışlanmaq diləyər, Allahdan oradan bağışlanmış bir qul kimi qayıtmağı təmanna edər. Allah Teala bu mübarək səfəri hər birimizə nəsib etsin, gedən insanların, həclərin ali dərəcədə qəbul etsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.